10 aprel 2025-ci ildir və həftənin cümə axşam gündür dəyərli izləyicilər. Bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Azərbaycanda son zənglə bağlı sərt tələblər qoyuldu. Vals və müasir rəqslər qadağan edildi. Çox maraqlı bir xəbərdir. Məzunlar diqqətlə dinləsin, onların valideynlər də həmçinin, çünki bu qadağalara riayət etmək lazımdır. Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci il tədris ilinin son zəng tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib. Teleqrafın əldə etdiyi xəbərə görə bu ilki son zəng tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər. Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə isə yol verilməməlidir. Eyni zamanda məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır. Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir. Azərbaycan xalq mahnıları və milli rəqslərimiz isə tədbir proqramına mütləq daxil edilməlidir. Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə isə üstünlük verilməlidir. Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir. Həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində tədbir idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirin ümumi müddəti isə 45 dəqiqə ilə məhdudlaşır. Tədbirdə siyasi, dini, ideoloji simvolların əks olunması da yol verilməz sayılır. Son zənglə bağlı təlimatın tələblərinin pozulduğu hallar baş verərsə, həmin məktəbin rəhbərliyi və digər məsul şəxslərlə bağlı da ölçü götürüləcək dəyərli izləyicilər.